Kim bu sen? Hanım? Ay hanım. Benim şəxs avtomobilin yanında xeyr ola? Heç nə, ayaqqabımı düzəldirəm. Ayaqqabısını düzəldir. O nağıllar bizə keçməz. Feberi! Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırtma, ələ keçirtmə 1000 manatdan 2000 manata kimi cərimə və ya 2 il islah işləri və ya 2 il azadlığın məhdudlaşdırılması, 2 il azadlığın məhdudlaşdırılması... Ay, yaxşı. Yemədik maşını. Mədəniyyətsiz. Mədəniyyət? Mədəniyyətsiz sənin dünyaya gəlməkdə əziyyət olan valideynlərindir. Qanımı qaraltdı, sərsər. Bibi, yaxşısan? Şükür. Bu nədir belə tapmısan, nədir bu belə? Mən ruhumu təmizləyirəm. Hansı aparatura ilə Bibi? Çıx, get. Səndən mənfi enerji gəlir. Çox sağ ol, gedirəm. Gələr də məndən mənfi enerji. Elə bu sözü bir dəfə iftixarın yanında desəm, məlahət aldım. Gündə bir şey tapır, təzə çıxıb bu da. Qonşuların içində biyabır eləyəcəksən. Üzr istəyirəm, ha. Bacımızı başa düşdü. Sənin də necə narahatçılığın var, ha? Hamısını mən elədim, mənə görə oldu. Ha, elə sənə görə olmalıdır da. Allah köməyin olsun. İşi qurmusan indi başlamısan həyəcanlanmağa. Yəqin birincidir. Nəfəs al. Qardaşım maşında bizən kimlər dünyaya gəlib? Deyərəm sonra sana. Alo. Nəfəs al, Aycan. nəfəs al. Ay qardaş, yol sürürsən, telefon nədir? Bir dəqiqə deyəm. Amma ağıl versən sən. Ha, ilk oğlansan mən sənə bir yaxdan səliqə ilə söz danışıram ki. Al nəfəsi, al. Birinci dəfə də telefonla danın, ha, ağıl ver, mənə bax. Ay qardaş, siz də biraz maşını yavaş sürün, nə olur? Uşaq hələ indi doğulmur ki. Bu nə sürətliyi? Başa düşmürəm. Deyən yığıram. Bu nə hərəkətliyi? Uşağın hələ doğulmağına var. Niyə belə maşını bək sürürsünüz? Siz nə mərifətsiz adamlarsınız, çox özür istəyirəm ha. Mən bayaqdan sizlə şirinliyə eləyirəm ki, mehribansılıq olsun, bir tərəf... Hələ şükür eləyin ki, düşürməmişəm sizi yolda. Görüncə danışırım elə. Ər-arvad, doğum şöybəsidir bura. Taksi deyil bu. Gəlir. Görürəm, gəlir. Hə, polislə problemim yoxdur. Polisi demirəm, uşaq gəlir, uşaq. Uşaq gəlir? Hə. 3 dəqiqə orada yox, kim gəlir gəlsin? Hana simuzə? Yol polisi kapitan Orucuq. Zəhmət olun, sənədləri təqdim edin. Siz sükan arxasında mobil telefonla... Bilirəm, Ares, biz özümüzə çıxmasın, gələcəyəm polis kapitanı yox. Burası işlərə görə, taksiyə görə qalmışam. Vəziyyəti görürsünüz də, xanıma görədir də bir yaxdan. İnanmırsınız rəis, bu hansı özünə hörmət edən adam 40 mat cərməyə görə ayaqlarını çütləyib çıxardar hər tərəfli çölə. Sür arxamca.
Bağışla, bağışla. Bağışla, bağışla. Bağışla, bağışla, bağışla. Hardasan sən? Bizə nə vaxtdan səni gözləyirəm? Dedim axı bağışla. Simuzəri çimizdirdim, 3 gündür su dəymir, 2 günündə idi. Yenə simuzərəm. Sənin xəbərin var, sən simuzərlə məndən çox vaxt keçirdirsən? Da belə də yoxdur. Sən bilirsən amma Simuzərin şotuna dolandıram, ha? Yoxsa bu xəbər təzə deyil də? Nə baxırsan, ki qabağa bax da. Mənzərə tapmırsan baxmağa. Sənin kimlər də sifətə var da onun bunun maşının içində ailəsinə baxır. Nəysə. Nəysə, hə. Nə işin var bugün? İşte 6. gün deyil. Gələcəm atanızla tanış olmağa. 8-ci dəfə tanış olmağa gəlirsən, hə sən? Camal 8 dəfəyə evlənir. Məzərən söz ata bala. Amma deyirəm yadında saxla, bir gün bütün dünya bax bu oğlandan danışacaq. Dünya şöhrətli polis kapitanı Dursunov Dursun. 3 il qalıb. 3 il. 3 il. Ya belə eləyək də. Mən sənə bir ideya deyim. Sən o 3 ili bir günə həll elə. Hı? Nədir öyle? Mən fikirləşmişəm ki, sən bu dəfə ağ bir şeylə gələsən. Atamın sərgisi daxil. Papam paltarları sərgiyə çıxardır. Baton elə paltarı var ki. Atamın paltarları niyə? Bilmirsən atamın sərgisidir. Atamın sərgisidir, amma beynəlxalq incəsənət sərgisidir. Deməmişdim sənə. Deməmişdim papa xaricdən şəkillər gözləyir rəsm əsərləri. Hə, Da Vinci'nin məşhur əsəri gəlib. Atam bizə necə sevinclidir. Da Vinci şimdi. Rəssam. Onun məşhur əsəri gəlir. Atam da sevinir. Bugün keyfi yaxşıdır, onu demək istəyirəm. Mən fikirləşirəm ki, sən bugün ağ bir şeylə gəlsən, 100% razılıq ala biləcəksən. Sərgidə. Sərgidə niyə? Sərgidən əvvəl. Sərgidən qabaq söhbət uzansa bəs sərgi? Dursun. Nə ufu, nə uf? Sual verirəm də. Monsieur İftihar. Baku. Buyur. Baku. Oh la la. Ne diyor? Belle ville. Bakıdan var ki sende. J'ai adoré cette ville. Bu şəhərə heyran olmuşam. Ne yapıyorsun? Dil. Öyrənmək. Öyrənmək. İstəyirəm mən. Rotem. Dil insanlar arasında ünsiyet vasitəsidir. Əsas dildir də. Oui, Rotem. oui. O boyda yolu göndəriblər bura düzdür Louvre'dan. Əziyyət verib göndəriblər. Bizə də xəcalət veriblər də. Sənin xəcalətindən çıxacağıq. Sən burada ye, iç, şəllən də özün üçün. Rotem, nə qədər ki mən buğdayam ha. Sənin heç bir problemin olmayacaq. Problemimiz var. Sonra da yaxşıdır. Kamera sındırıblar. Nə? Est-ce qu'il y a des problèmes? Problem var. Mona Lisa. Uğurlandı. Aman Dieu! Mən batdım. Rotenli eləmədən darıxma. Bibi, həyətdəyəm bibi. Qardaş, sən də burada düş də. Başa düşmədim qardaş. Mən axı Nərimanov heykəl demişdim. Bura Nərimanov heykəli deyil axı. Başa düşdün də Nərimanov heykəldir. Bibimin vəziyyəti ağırdır, ölüm ayağımdadır. Xəstəxanaya aparmalıyam. Buradan o tərəfə də özün get də, nə olar ki? Qardaş gecikirəm, mən gecikirəm. Sür. Gecikirsən, ha? Düşə bura. Gəl bura. Mən nə deyirəm, o nə deyir? Ağaç gecikirsən, cavan oğlansan. 2 tin aşağıdan. Oturursan avtobusa 5 dəqiqə oradasın. Qardaş, onda niyə taksi sifariş verirdim, hə? Başa düşdün də deyirəm, bibim xəstədir. Mən də öləm, sənsən. Sənin bibin xəstə ol. Bibi gəl də.
Pulu düş. Bibi. Bir dəqiqə. Budur bibi. Deyirsən xəstədir, hə? Ha. Bu yaşda bu qədər bəzənmək, belə geyinmək, keçirmək elə xəstəlikdir də. Bundan ötürü xəstəlik var. Yaxınlarından uzaq. Özünə yaxşı bax. Sizdən şikayət eləyəcəm.